Ustadı da tam hazırdı ki onun hakkında və digər iştirakçılar haqqında danışsın. İcazə verin ki, mən digər iştirakçıları da səhnəyə səsləyim. Cəmilə, Ümid və Məlahət gəlir. Röya xanım, buyurun. Öncə iştirakçıların ifaları haqqında fikirlərinizi dilə gətirin. Birinci Cəmilə xanımdan başlamaq istəyirəm danışmağa. Biz Zülfiyə xanımın mahnısını müraciət eləyəndə Cəmilə xanım dedi ki, məndə Azərbaycan milizmaları yoxdur. Mən bunun ötəsindən çətin gələcəm. Hətta məşqlərdə belə sual işarəsi qoymuşdum onun qabağına ki, bu deməli deyir ki, mən xəstəyəm və mən bunu oxuya bilməyəcəm. Yəni buna artıq hazırdır. Bugün o qədər gözəl öhdəsindən gəldi ki, ona təşəkkür etmək istəyirəm. Babək hazır bir məhsuldur. Hara göndərsəm, heç vaxt utanmayacağım bir məhsuldur. O qədər bu mahnıya hakim olaraq oxudu. Sözü necə deyir, başa düşürəm mən. Yəni ağzında sözü fırlatmır da, sözü sənə çatdırır bu adam. Mən təşəkkür etmək istəyirəm sənə ki, sən məni seçmirsən. Çox sağ ol. Mənim Məlahətim öz adı xasiyyətdə bir adamdır. Məsəl üçün, mən ingiliscə anlamasam da, amma mənim də duyğum var. Və bütün əyləşən öz həmkarlarımla da razıyam. Mən istəyərdim, bayaq dedim ki, da, mənə çatdırsın da onu danışsın mənə nəysə. Amma çox sakit, amma çox təmiz, çox belə gözəl notları ilə hamısı, səsin tembri. Mən ona çox sağ ol demək istəyirəm. Və ondan xahiş eləmək istəyirəm ki, o həyatı Məlahətli bilməsin. Həyat elə də bizə qarşı elə deyil. Həyatı yaşamaq lazımdır, həyatı döymək lazımdır. Mən gəlirəm bura, çəkiləcəksən demək lazımdır. Bu problemi aşaram mən, aşacam. Ümidim. O qədər şirin adamsan sən. Ümid bilirsiniz də, muğam ifaçısıdır. Özü gətirib əstəli küləyimi. Mən mahnılarda belə dayandım. Dedim ki, bir dənə əstəli küləyimi oxusun. Çünki sıfır düşüncə ilə demişəm də, yəni. Sadəcə istədim keyfim açılsın, enerjisine baxım. Oxudu, belə baxdım uşaqlara, dedim ki, baxsa, sən bunu oxumalısan. Ümid mənə sübut etdi ki, mən harda olmuyum, mən hər yerdə olacam və hər kəsin başını uca edəcəm. Təşəkkür edirəm sənə. Biz də təşəkkür edirik. Röya xanım indi isə ən həyəcanlı məqam, çünki seçim vaxtıdır. 8-də 1 mərhələdə yolunuza davam eləyəcəyiniz ilk iştirakçının adını gözləyirik sizdən. Cəmilə Həşimova. Cəmilə! Dostlarınızla görüşüb gedə bilərsiniz. Cəmilə, təbrik edirik. Və bu 3 iştirakçıdan daha birinin adı bizə lazımdır ki, siz onu da növbəti mərhələyə yola salacaqsınız. O kimdir?
Zülfiyə xanım bir dənə söz demişdi. Bilirəm məni öldürəcək. Amma mən Babək Əfəndi ilə. Babək Əfəndi! Təbriklər Babək. Şouda sonuncu dəfə mikrofonu danışmaq üçün sizə ötürürük. Buyurun. Əvvəla bizi izləyən bütün tamaşaçıları, hər kəsi salamlayıram, hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Əvvəldə salamlaya bilməmişdim. Bu layihə mənim üçün həqiqətən çox böyük təcrübə, böyük uğur oldu və layihədə özümə çox yaxşı dostlar qazandım. Ay Allah. Bu qədər. Məlahət, buyurun, sizi də eşidək. Mən də ilk öncə hamını salamlayıram. Bu layihə də mənə çox böyük təcrübə oldu. Baxmayaraq ki, başqa ixtisas üzrə təhsil alıram, amma musiqimi hər zaman davam etdirəcəm. Və düşünürəm ki, Röya xanımın seçimləri çox layiqincə idi. Hamıya uğurlar arzulayıram. Bravo. Və sizi bu alqışlarla yola salırıq.